Salam dostlar. Gördüğünüz maşın Volkswagen ID.'nin yeni elektrik SUV kupé modelidir. ID Unix-dir. Aslında bu model bəlkə də Volkswagen indiyə qədərki ən maraqlı versiyalarından biridir. Alman dəqiqliyi, texnologiya, hamısı bir yerdə yığılıb ki, ortaya həm ağıllı, həm də belə gözəl, zövqlü bir maşın çıxır. ID Unix deməli Volkswagen qrupunun içindəki JAC ilə birlikdə elektrik maşınlar üçün burada Volkswagen xüsusi zavodunda istehsal olunur. Anhui zavodudur, səhv etmirəmsə. 3 model haqqında danışmaq istəyirəm. Pro, Ultra və Max. 3 modelin hər biri MEB elektrik arxitekturası üzərində qurulub. Bu arxitekturada deməli elektromobillər üçün Volkswagen'in xüsusi olaraq yaratdığı bir sistemdir. Hansı ki elektrik avtomobilin əsasını təşkil edir. Yəni bateriyadır, mühərrik, idarəetmə elektronikasıdır, enerji paylanmasıdır, necə yerləşir, bir-biri ilə necə işləyirlər, hamısının bir arxitekturada müəyyən olunur. Avtomobildə Kata şirkətinin istehsalı olan enzim, yəni nikel kobalt, mangan kimya tərkibli 80,2 kW'lıq lityum-ion bateriya paketləri dayanır. Deməli, kuzovun uzunluğu 4663 milli, eni 1860, hündürlüyü 1610 mm-dir. Həm kompaktdır, həm daxildən kifayət qədər genişliyi var, istər salonda, istər bagajda. Uzun yolda da kifayət qədər komfortludur, yumuşaqlığı, həssaslığı hədsiz dərəcədə mükəmməldir. ID deməli Pro və Ultra versiyaları arxa ötürücülüdür. Pro Ultradan nisbətən zəifdir. Ultrada deməli güclülüyü, onun daxma sistemi, sükan reaksiyası, performans baxımından üstünlükləri var. Hər iki model 230 at gücüdür. 0-dan 100-ə 7,7 saniyə çatır. Tam dolu batareya ilə də zavod göstəricilərinə görə 620 kilometrə qədər yol qət eləyə bilir. ID Unix-in maksimal versiyası isə 340 at gücündədir, tam ötürücülüdür, 4WD tiplidir. Tam dolu bateriyalarda təxminən 560 km qədər zavod göstəricisine göre məsafə qət eləyə bilir və 0-dan 100-ə qədər məsafəni isə 5,6 saniyə qət eləyir və bu da onu öz sinfindən çevik elektrik SUV-lardan birinə çevirir. Bu maşında idarəetmə hissi tam başqa səviyyələdir. Max versiyası deyərdim ki, xüsusən idman ruhunu sevənlər üçün düşünür. Yəni, adaptiv askı sistemi sayəsində yumuşaqlığı yolda həqiqətən də yoldakı vəziyyəti real vaxtda verdiyi reaksiya həqiqətən də seçilir. Salon hissəsində səssizlik, texnologiya hissi dərhal özünü göstərir. Üstəlik panoramik şüşə tavan, 15 düymlük sensor ekran, ID.iOS interfeysi, Volkswagen'in səs köməkçisi, Harman Kardon audio sistemi, LED işıqlandırmalar, ambiyans, bütün bunlar birlikdə hamısı premium atmosfer yaradır. Üstəlik 360 dərəcə kamera, ağıllı avtopark, ayaq hərəkətindən açılan bagaj, adaptiv cruise kontrol və bir çox idarəetmə sistemi, yəni hərəkəti həm asan, həm də zövqlü edir. Deməli, bir çox konfigurasiyalar var, hansı ki, bütün paketlərdə mövcuddur. Əsasən təhlükəsizliyə aid olan hissələr deyirəm. Aktiv əyləc, zolaqda saxlama köməkçisi, toqquşma xəbərdarlığı və s. digər məsələlər standart paketlərdə də var. Zərətli hissəsinə qət edək. Zərətli qoyulan hissəsində deməli
AC və DC boşluqları var burada. Deməli, bu bizim AC'miz, bu da DC'miz. Rahat şəkildə zərfqə qoyursunuz və yolunuza davam edirsiniz. Deməli, Zenix'in praktik üstünlərindən biri sistemin hazır vəziyyətdə olmasıdır. Yəni multimediada navigasiya Bluetooth, Apple CarPlay bir artıq zavoddan quraşdırılmış şəkildə gəlir. Yəni əlavə heç bir proqrama falan ehtiyac olmur. Sadəcə orada və sür. Ən vacib məqamlarından biri isə zavod tənzimləmələrində ingilis dilinin artıq sistemdə olmasıdır. Yəni ingilis dilini bilirsinizsə, heç bir əlavə proqram yazmağa ehtiyac yoxdur. Rus dili yoxdur. Çin dilindən əlavə ingilis dili də var. Rahat şəkildə istifadə olur. Üstəlik Ştatın radiosu da var. Hansı ki Çin modellərindən əksəriyyətində bu olmur. Yəni internet olmadan siz radio qulaq asa bilmirsiniz Çin avtomobillərində. Bunda isə radio kifayət qədər güclü və çox keyfiyyətlidir. Yəni siqnal gücü hədsiz dərəcədə yaxşıdır. Səs isə həqiqətən də keyfiyyətli, təmizdir. Yəni bu qədər. Sadəcə alırsınız, işə salırsınız və gedirsiniz. Əlavə sualı olan olsa buyursun, cavab